Kino sənayemizdə hərəkətlilik var. 2024-cü ildə 20 ildən yuxarı tam metrajlı film yayıma çıxıb. Təəssüfləndirici haldır ki, onlar hamısı özəl şirkətlərdəndir. O mənada ki, dövlətimiz vəsait ayırıb, o vəsait xərclənmir, premyeralar olmur. Yeganə filmlərdən biri Tağıyev Neft filmidir ki, onda dövlət vəsaiti var. Orada da o özəl vəsaitlə bir yerdədir, yəni sırf dövlət vəsaitidir. Amma dövlətimiz, prezidentimiz hər il ayırır, o pullar xərclənmir və onlar indi başlayıb istehsalata buraxmağa, onların premyeraları olacaq üzümüzə gələn aylarda. Gecikmələr var, lənglik var. Yəni özəl prodüserlər daha çevik işləyir. Çevik işləyir, artıq sosial dramlar çəkir, ciddi problemlərə toxunur. Biz o dövlət sektorunun film istehsalında bunu görmürük. Prezidentin ayırdığı vəsait lazımi qaydada xərclənilmir. O, yəni surət etibarilə lazımi qaydada xərclənir. Məsəl üçün, bir ildən artıqdır müddət keçib sonuncu layihə müsabiqəsindən Kino Agentliyinin. Layihə müsabiqəsi elan edilmir. Halbuki o layihə müsabiqəsi ən azı ildə 2 dənə elan edilməlidir. Post-production müsabiqəsi elan edilib, çox yaxşı təşəbbüsdür. Amma layihə müsabiqəsi elan edilir ki, rejissorlar bilməlidir ki, hər ilin əvvəli və hər ilin axırı layihə müsabiqəsi var. Onlar dövlətdən dəstək ala biləcəklər. Dövlətin pulu milyonlarla yatıb qalır kino hesabında, yəni xərclənmir. Yəni çalışmaq lazımdır ki, bu surət aşağıdır. Yəni ləng gedir proseslər. Proseslər düz istiqamətdə gedir. Dövlət vəsaitinin xərclənməsi kino sahəsi, amma ləng gedir. Bu ləng getmənin də səbəbi kadr siyasətidir. Kino sahəsini həyata keçirən adiyyəti strukturlarda kinoya yad adamlar var, kino istehsalını bilməyən adamlar var. O kadr siyasətində dəyişikliklər olmalıdır. Onda surətdə artacaq, keyfiyyət də olacaq. Yəni ki, kino sahəsində qəti qərarlar verə bilən, vaxtında qərarlar verə bilən, kino adamları arasında nüfuzlu, senariyə görə cavabdeh ola bilən, Azərbaycan kinosunu öz dalınca apara bilən güclü məmurlar lazımdır. Necə ki, əvvəl var idi, mən nə bilirəm, vaxtı ilə bizim kinomuzun nüfuzlu rəhbərləri olub. İndi o sahədə, yəni təkcə rəhbər kimi yox, şöbə müdürü və s. Yəni bu adamlar ləng işləyirlər. O ləng işləməklərin də səbəbi səriştəsizliklərdir.